Pərvanə müəllimə, qədim Misir rəngkarlığında xüsusi bir qayda vardı. Bu qayda nə idi? Aha, bəli. Qədim Misir rəngkarlığında əsasən qayaüstü təsvirlərdə kömürdən, daşdan, dəmirdən, misdən istifadə edərək rəsmlər çəkilirdi. Burada deməli insanın baş, bədən, əl, ayaq profildən, bədənin gövdə hissəsi isə anfasdan təsvir olunurdu. Bəli, təsvirlərdə istifadə olunan rənglər dediyiniz kimi daş kömürdən, əhəngdən, ağacdan, dəmirdən, mis kimi təbii materiallardan alınırdı. Sarı, orada rəngdən də istifadə edirdilər. Sarı, mavi, yaşıl, qəhvəyi rənglərdən. Bəli, Pərvanə müəlliməmiz. Fərqanə müəllimə, səth üzərində yarıdan çox qabardılan heykəltaraşlıq növü necə adlanır? Qarelyev. Bəli. Kəmalə müəllimə, deyə bilərsiniz zəhmət olmasa, sütunun yuxarı tac hissəsi necə adlanır? Kapitel. Bəli. Sonra Firəngiz müəllimə, zəhmət olmasa deyə bilərsiniz, Nizami Gəncəvinin Xəmsəsinə daxil olan poemalardan götürülmüş epizodlar təsvir etmiş xalçaşünas rəssam kim olmuşdur? Kamil Əliyev. Xeyr müəllimə, Nizami Gəncəvinin... Lətif Kərimov, müəllimə, Lətif Kərimov, sualı səhv başa Bəli, Lətif Kərimov. Lətafət müəllimə, Rafael Santi yaradıcılığında ilk ideal gözəlliyə malik qadın obrazı. Madonna. Hansı Madonna? Müəlliməmiz ətraflı əsər nədir? Adını düz deyin zəhmət olmasa. Villan Madonnası, Skistin Madonnası. Müəlliməmiz ilk ideal gözəlliyə malik qadın obrazı hansı idi onun əsərində? Onu soruşuram. Sixtin Madonnası müəllimə. Bəli, Sixtin Madonnası. Bəs bu Sixtin Madonnası ilk yazılıb. Onun ilk əsəridir. Yoxsa məşhur bunun haqqında da fikrinizi deyin? Müəllimə, ilk əsəridir onun. Deyəsən ilk əsəridir. Müəllimə, ilk əsər deyilə səhər müəlliməni biri bu sualı ünvanladı ki, ilk ideal gözəlliyə malik qadın obrazı Sixtin Madonnası Rafael Santinin ilk əsəridir. Xeyr, ilk əsəri deyil. Bu əsərdən hələ Konstabilli Madonna əsəri bundan öncə yaranmışdır. Çünki 1504-cü ildə Konstabilli Madonna əsəri yaranmışdır və hələ ondan nə qədər sonra 1513 və 14-cü ildə isə Sixtin Madonnası. Yəni bu ilk mənası ilk əsər mənasında verilməmişdir. İlk, qüsursuz, gözəl qadın obrazının yəni daha gözəl tərənnüm edildiyi əsər kimi vurğulanmışdır. Bu ilk sözünün mənası budur müəlliməmiz. Təşəkkür edirəm. İndi Günay müəllimə, zəhmət olmasa deyə bilərsiniz, tondo forması əsərə necə bir ruh bəxş edir? Tondo forması necə? Nə bilim müəllimə, yadımdan çıxıb. Tabloda mənzərə və obrazın vahidliyini təmin etməklə yanaşı bütövlükdə əsərin görünüşünə ahəngdar ruh verir. Gültəkin müəllimə, deyə bilərsiniz, qədim Şumer sənətkarları bilirik ki, dünyanın ən mahir zərgərləri idi. Bəs onlar yaratdığı məmulatlara neçə rəngin uyğunluğunu tətbiq edirdilər və bu rəngləri nədən alırdılar? 3 rəngin uyğunluğundan eləyirdilər müəllimə. Deməli, sarını qızıldan alırdılar, qırmızını əqiqdən, göyü də ki, lacivərtdən. Bəli, Gültəkin müəllimə, düzdür. Dünya müəllimə, zəhmət olmasa deyə bilərsiniz, muzey sözünün mənası nə deməkdir? Muzey sözünün mənası muzey, ekspozisiya, yox, yadımdan çıxdı valla, fikrim qalmışdı. Muzey sözü Yunan mənşəlidir və museon ilham pəriləri deməkdir müəlliməmiz. Ha, ilham pəriləri. Bəli. Müəllimə, təşanlara başqa sual vermirsiniz. Necə müəllimə? Təşanlara başqa suallar verməzsiniz, sual verməzsiniz. Artıq verirəm, bəli. Verərəm artıq. Onda Dünya müəllimə deyə bilərsiniz, Şumer sənətkarlığının əsası nə ilə qoyulmuşdur? Şumer keramik qablarla. Yox, xeyr müəllimə. Müəllimə, bax, deyək ki, bir müəllimə 4-5 dəfə çaşdı. Onda gəl elə konkret o müəllimənin üzərində dayanır. Bəli, 2 dəfə. Bəli, Şumer sənətkarlığının əsası saxsı qabların üzərinin rənglərlə bəzədilməsi ilə qoyulmuşdur. Gələn müəllimələrimizi qeyd edək. Hamı səsə cavab verdikdən sonra, suala cavabdan sonra səsi bağlasın zəhmət olmasa. Axşamınız xeyir Səidə müəllimə. Axşamınız xeyirli uğurlu olsun. Nuranə müəllimə, zəhmət olmasa deyə bilərsiniz, zərgərliyin hansı emal üsulu idi ki, metal təbəqə qabarıq naxışlı qəlib üzərinə qoyulur və döymə üsulu ilə qəlibin naxışı təbəqəyə köçürülürdü?
Basma üsuldur müəllimə. Bəli, Nuranə müəllimə, bu basma üsulu. Nuranə Bünyat sadə suala cavab versin, ödənişli dərsimizdə olan, bəli. Şəfiqə müəllimə, zəhmət olmasa deyə bilərsiniz, zirehli geyim və döyüş Sual əşyaları. mənə verdi, özdən Bəli, bilmədim. sizə verdim. Mən cavab vermədim. Birazdan verərəm. Onda başqa müəlliməymiş yəqin ki. Nuranə müəllimə, sizə başqa sual ünvanlayım. Deyə bilərsiniz, Qədim Uruk şəhərində məhsuldarlıq ilahəsinə həsr olunmuş qabın adı. İnanlanın qabı. Bəs bu qab hansı istiqamətə oxunur? Aşağıdan yuxarıya doğru bütöv bir hekayəni təsvir edir. Bəli, Şəfiqə müəllimə, Qədim Misir və Mesopotamiyanın divar rəngkarlığında hansı təsvirləri görmək olar? Divar rəngkarlığında musiqi alətləri idi, ondan sonra qab-qacaqlar idi. Bəli, müəlliməmiz düzdür. Müxtəlif qab-qacaqları, musiqi alətləri, döyüşçülərə məxsus əşyalar, bunlar yəni əks olunardı. Pərvanə müəllimə, zəhmət olmasa deyə bilərsiniz, kiçik formalı heykəllər necə adlanır? Statuetka. Figurativ klassikada deyirlər buna. Bəli, xırda plastika, statuetka. Fərqanə müəllimə, Mikelangelo'nun ilk şah əsəri hansıdır? Pieta. Bəs neçə yaşında bu əsəri yaratdı və hansı 25 kilsəsi? yaşında Pietanı işləyib. Bəli. Müəllimə. 25-də Pietanı işləyibdi. 30-da Musanı sonra David işləyibdi. Bəli, müəlliməmiz. Bəs müəlliməmiz, bu hansı kilsə üçün işləmişdir bu əsəri və bu 2 dənə Pieta əsəri var. Bunun ikisi də hansı kilsədə yerləşir? Ayrı-ayrı kilsədir. Biri demək mərmərdəndir. Müqəddəs Pyotr kilsəsi Vatikanda yerləşir. O heykəllər qrupu içində yazılan o Pieta isə Duomo idi, səhv etmirəmsə. Bəli, Duomo kilsəsindəki bəs fiqurda neçə insan fiquru vardı heykəldə? 4 olmalıdır orada. Bəli, bax müəllimlər. Amma bu versiyada 2-dir. Bəli, müəllimlər, yaddan çıxaran müəllimlər üçün bu hansı kilsədə hansını yerləşdiyini açar söz elə Duomo kilsəsinin D hərfi ilə 4 dənə insan fiquru bu açar sözümüz. Təşəkkür edirəm müəlliməmiz, gözəl cavablandırdınız. Kəmalə müəllimə, zəhmət olmasa mənə deyə bilərsiniz, qədim Roma rəngkarlığında monumental rəngkarlığın hansı növündən geniş istifadə olunurdu? Romada divar rəngkarlığına. Yox, divar rəngkarlığında monumental hansı? Freskadan müəllimə. Bəli, freskadan. Bəli, freskadan istifadə olunurdu, düzdür. Müəllimlər, kimsə səhv cavablandıranda yerdən müdaxilə etməyin xahiş edirəm. Etmirsiniz, amma yenə də demək istədim. Firəngiz müəllimə, İslimi naxışına bənzər daha da çətin tərtib edilmiş enli budaqlı naxış elementi necə adlanır? Xəta idi müəllimə. Bəli, Firəngiz müəllimə, Lətafət müəlliməm. Qədim Misir portretlərində nə əks olunurdu? Qədim Misir portretində müəllimə, hökmdarlar döyüş səhnələri, Xeyr, müəlliməmiz, portretlərdən insan təsvirinin sifətdə nə, yəni üzdə hansı xüsusiyyət əks olunur, bunu soruşuram. İnsanları bir də məişət təsvirlər müəllimə. Bəli, yox müəlliməmiz, qədim Misir portretlərində onlar bir portret yaradır. Bu üz cizgilərində nə əks olunur? Mən bunu soruşuram. Bu da sakitlik və alicənablıq əks olunurdu. Amma siz dediyiniz qədim Misir və Mesopotamiyanın divar rəngkarlığına aiddir xüsusiyyətlər, hökmdarlar, döyüşçülər, müxtəlif qab-qacaq, musiqi alətləri. Bu odur müəlliməmiz. Yəni ki, Misirlərdə sakitlik, alicənablıq portretlərdə əks olunur. Bəs Romalılarda portretdə nə əks olunurdu? Müəllimə, unutdum. Başqası cavab versin. Bəli, buyursun, cavablandırsın zəhmət olmasa. Günay müəlliməm. Müəllimə, Romada daha çox realistik təsvir edirdilər heykəlləri. Hətta deyir, onun çapıqlarına qədər bilinirdi. Bəli. Ona da Karakallanın heykəli nümunə göstərmək olar. Bəli, Karakallanın bəs heykəli hansı incəsənətə aid edilirdi? O da Roma incəsənətidir də müəllimə. Mərmərdən hazırlanıb. Bəli, müəlliməmiz düzdür. Müəlliməmiz, bəs hansı portret növüdür ki, insanın psixoloji xüsusiyyətləri əks olunurdu burada? Kameral. Kamerel portretdə növbəti müəlliməm Gültəkin müəllimə desin ki, arxa fona yəni necə təsvir edirdilər? Kameralda müəllimə. Bəli. Arxa fon necə? Arxa fon bilirsən, kameralda insan daxilin əsasən göstərirdilər də. Məsələn, təntənədə cəmiyyətdə tutduğu mövqeyin, işin falan. Bəs bu portretə xas xüsusiyyətdir. Mən arxa fonu soruşdum.
Müəllimimiz arxa fon adətən neytral olardı. Çünki rəssam çalışırdı ki, Əsas diqqəti portretə salsın. portretə yönəlsin. Bəli. Müəllimimiz təşəkkür edirəm. Dünya müəllimə zəhmət olmasa deyə bilərsiniz, Lalələr əsərinin müəllifi kimdir? Lalələr əsərinin biri 2-ci sinifdədir, biri 6-cı sinifdə. Hər ikisinin müəllifini deyin zəhmət olmasa. Vüqar Ələkbərov belə idi. Vüqar nəsə. Biri İlqar Əkbərovdur, 6-cı sinif. Vüqar Əkbərov, bəli. Bəli. Biri də Lalələr Tağıyev. Yox, Mahmud Tağıyev. Biri 2-ci sinifdəki. Burada 6-cı sinif kitabında İlqar Əkbərovdur. Bəli, Natürmort fonunda sarı vazada verilmiş İlqar Əkbərov. 2-ci sinifdə də Mahmud Tağıyev dedik müəlliməmiz. Təşəkkür edirik Dünya müəllimə. Növbəti müəlliməmiz Nuranə müəllimə. Zəhmət olmasa deyə bilərsiniz, qədim Misir memarlığında gövdəsi hansı formada, bir də ki, kapiteli hansı formada sütunlardan geniş istifadə olunardı? Gövdəsi qamış dəstəsinə, kapiteli nəsə söz vardı orada. Bəli, gövdəsi qamış dəstəsini. Bəs kapiteli nəyi xatırladırdı Misir memarlığındakı sütunlar? Bəli, çiçəyi və papirös qönçəsini. Sütunlar vardı. Bəli, dedik gövdəsi qamış dəstəsini, kapiteli, çiçəyi, papirös qönçəsini xatırladan. Ondan başqasında o şəkillə vardı müəllimə. Papirüsə bənzər, palmiyə bənzər. Bəli, düzdür Nuranə Sütunlarda müəllimə. Misir ayrıdır. Şəfiqə müəllimə, o hansı sütun idi ki, kapiteli 4 tərəfdən eyni görünüşə malik idi, Yunan sütunlarından söhbət gedir. Yuxarıya doğru da genişlənən qönçəni xatırladır. Bəli, Korint sütundur. Bəs Şəfiqə müəllimə, yuxarıya doğru daralaraq kəsilmiş konusu xatırladan hansı? Bəli, Dorik sütundur, düzdür Şəfiqə müəlliməmiz. Pərvanə müəllimə, deyə bilərsiniz zəhmət olmasa, qədim Misirdə mənzərə təsvirlərində nə təsvir olunardı? Qədim Misirdə mənzərə təsvirlərində mənə qaçan heyvan, quş, onu deyirdiniz. Yox, qədim Misirdə mənzərələrdə onları da İnsan da. əşya və fiqurlar təsvir olunardı müəlliməmiz. Bəs Əşya fiqurlar təsvir olmurdu. Arxa fonda isə çay, çəmən, mənzərə isə şərti təsvir olunurdu. Bəli, torpaq, hava, su əsasən şərti xarakter daşıyırdı Pərvanə müəlliməmiz. Düzdür. Bəs Fərqanə müəllimə, deyə bilərsiniz zəhmət olmasa, Şumer duluşçuluğuna xas olan ilk formalar necə idi? Şumerə xas olan ilk formalar gil qabların üzərindəki təsvirlər deyirsiniz müəllimə, yoxsa? Xeyr müəlliməmiz, ilk, bəli, gil qabların üzərindəki deyirəm də, yəni o naxış hansı ornamentlərdən istifadə olunduğunu deyirəm duluşçuluqda. Həndəsi ornamentlərdən istifadə olunurdu keramik gil qablar üzərində Şumerlər. Bir həndəsi ornamentlərdən, bir də stilizə edilmiş, yox, nəbati yox, stilizə heyvan fiqurlarından, stilizə olmuş heyvan fiqurları. Bəli, əgər ilk formalardan söhbət gedirsə, incə həndəsi ornamentlərdən və stilizə edilmiş heyvan fiqurlarından ibarət olardı ilk formalar. Fərqanə müəllimədən sonra Kəmalə müəllimə, zəhmət olmasa siz deyəcəksiniz. Kəmalə müəllimə, rəsmin hansı növüdür ki, burada məkan, plan və əsas rəng nisbəti götürülür? Rəsmin hansı növüdür ki, orada əsas nə götürülür müəllimə bir də deyin? Məkan, plan və əsas rəng nisbəti. Məkan, əsas rəng nisbəti. Bəli, bunu kim cavablandırar? Əgər siz bilmirsinizsə. Sual başa düşmədim. Eskiz deyildi. Eskiz müəllimə, eskiz. Müəlliməmiz bilirik ki, rəsmin iki növü var. Sual tamamlaya bilmədim. Bəli, eskizdə məkan, plan və əsas rəng nisbəti götürülür və burada müəllimlər bu sual bu il miqə düşmüş bir sual olmuşdur. Firəngiz müəllimə, deyə bilərsiniz budaqların ucunda yerləşən insan və heyvan başlarının stilizə edilmiş fantastik təsviri necə adlanır? Dağları. Bəli, Firəngiz müəllimə. Lətafət müəllimə, Mesopotamiyada sənətkarlar qədim məbədlərin bəzədilməsində hansı təsvirlərdən istifadə edərdi? Yəni, hansı motivlər vardı burada? Rənglər necədir? Müəllimə, Mesopotamiyada mozaikadan istifadə olunurdu. Freskadan, mozaikadan istifadə olunurdu. Deməli... Müəlliməmiz, xeyr. Təsvirlərin bəzədilməsi... Mən hansı monumental rəngkarlıqdan istifadə demirəm. Deyirəm ki, nə təsvirləri olardı və hansı rənglərdən istifadə olardı? Müəllimə, açıq rənglərdən istifadə olunardı. Bir də heyvan quş təsvirlərindən istifadə edərdilər.
Buyursun Pərvanə müəllimə cavablandırsın. Heyvan düz deyirsiniz müəlliməmiz. Pərvanə müəllimə daha təfərrüatlı, dəqiq deyin. Orada deməli sarımtıl və digər rənglərdən istifadə edirlər. Sarımtıl yadımda saxlamışam. Sarımtıl, qırmızı bu rənglər idi. Divarlarda isə insan və heyvan figurlarından istifadə edirlər və ilk dəfə mozaikada işıq kölgədən çox məharətlə istifadə etmişdilər. Müəlliməmiz, mən Mesopotamiya sənətkarlığını danışıram, amma siz Yunana biraz buradan dediniz də, sonra ardınca Yunana xas. Bəli, buyurun Fərqanə müəllimə. Qarışdırmışam yəni. Eyb yox. Müəllimə düz dediniz. Əvvəlini düz dediniz, sonra getdi. Buyurun müəlliməmiz. Buyurun. Demək, Mesopotamiya rəngkarlığında məbədlərin bəzədilməsində rəngli ornamentlərdir, motivlərdir, insan heyvan figurlarıdır. Rəngə gəldikdə qırmızıdır, sarımtıl qırmızıdır, ağ qara çalarlardan istifadə olunur. Həmin tonlar əks olunur rəngdə, əsərdə. Bəli, Fərqanə müəllimə düz vurğuladınız. Elədir. Kəmalə müəllimə deyə bilərsiniz, parça ilə örtülmüş, əsası kvadrat olan piramida formalı sərt konstruksiya necə adlanır? Peki sual bir də tamamlaya bilmədim. Müəllimə növbə mənim idi. Peki müəllimə, olar bir də zəhmət olmasa, çox üzr istəyirəm. Bəli, Günay müəllimə, buyurun, müəlliməmiz növbəni pozmuşam, eybi yox, buyurun, deyin. Əgər cavablandırmaq istəyirsinizsə, Günay müəllimə verəcəm bu dəqiqə. Sərt konstruksiyalı dediniz də, müəllimə, sərt konstruksiyalı nədir bir də deyə bilərsiniz? Parça ilə örtülmüş, əsası kvadrat olan piramida formalı sərt konstruksiyadır və Leonardo da Vinci'nin ixtirasıdır. Bunu cavablandırsın, icazə verirsiniz Günay müəllimə cavablandırsın. Bəli, əlbəttə, buyurun. Buyurun. Günay müəllimə, buyurun, zəhmət olmasa. Müəllimə, bu spiralvari bitdi. Paraşüt. Müəlliməmiz, parça ilə örtülmüş, əsası kvadrat olan piramida formalı sərt konstruksiya bu paraşüt adlanır. Paraşüt. Bəli. Bəs Günay müəllimə deyə bilərsiniz, bəli. Olar, iştirak edeyim, Səidə müəllimə. Müəllimə, əgər rahatsızsa, cavab verə biləcəksizsə, maneə yoxsa bəli, amma məni gözlətmədən. İndi qeyd edəcəm sizi. Buyurun, zəhmət olmasa Günay müəllimə cavablandırarsınız. İnsan, heyvan, cansız və abstrakt əşyalar təsvir olunan kiçik heykəltaraşlıq nümunəsi necə adlanır? Statuetka. Bəli. Gültəkin müəllimə, təsvir sənətin janrları hansılardır? Sayın zəhmət olmasa, bir də heykəltaraşlığın aid olduğu janrlar deyin. Müəllimə, janrlar deyəndə burada portret, natürmört, deməli animalistikadır, çaşıram, mənzərədir, belə də, məişətdir, bataldır, tarixidir, mitologiya, əsatir. Bəli, bizim janrlarımız əslində çoxdur. Elə janrlarımız var, kitablarda heç adı çəkilir. Marinadır, bəli, düzdür. Mənim deməli, heykəltaraşlıqda işlənən də ki, portret, animalistik. Portret nadir hallarda da məişət janrından istifadə olunur. Deməli, əsas təsvir obyekti portretdir. Animalistikada təsvir olunur. Nadir hallarda da məişətə də müraciət olunur. Təşəkkür edirəm. Buyursun, Dünya müəllimənin növbəsidir. Dünya müəllimə, deyə bilərsiniz, naturmort sərbəst janr kimi harada və neçənci əsrlərdə meydana gəlmişdir? Müəllimə 6-cı əsrdə Çində idi da məncə. Mənzərə siz janrını deyirsiniz müəlliməmiz. Naturmort eramızdan əvvəl 2-ci minillikdə. Naturmort janrı sərbəst janr kimi neçənci əsrlərdə meydana gəlmişdir? Buyurun Şəfiqə müəllimə. 17-ci Avropada meydana gəlmişdi müstəqil janr kimi. Bəli, 14 və 17-ci müəllimlər səs qeydi də götürürəm. Sonra buyursun növbəti bizim müəlliməmiz Dünya müəllimədən sonra Nuranə müəllimə. Deyə bilərsiniz, Jean-Baptiste Chardin'in yaradıcılığına xas xüsusiyyətlər nələrdir? Bu işıq şövqədən məharətlə istifadə edirdi, biliklərdən, gümüşü bozçalarlardan istifadə edirdi əsərlərində. Bəli müəlliməmiz, onun kompozisiyalarında sadə əşyalar sanki sahibləri haqqında danışırdı. Boz gümüşü tonların rəngləri, zəngin reflekslər, işıq kölgə keçidlərinin ahəngdarlığı, rəssamın rəngkarlığına xas olan xüsusiyyətlərdir. Şəfiqə müəllimə, qədim Misir mədəniyyətinin neçə min il yaşı olduğu müəyyən edilir? Yadımdan çıxıb o müəllimə. Buyursun, kim cavablandırar? Müəllimlər kim cavablandırır? Buyurun, zəhmət olmasa. 3000 il yaşa malik olduğu hesab edilir.
İndi isə Pərvanə müəllimə, metal emalının neçə üsulu var? Çapda var. Metodik vəsait, 6-cı sinif metodik vəsait. Metodik deyil, yox. Bəli. Hə. Pərvanə müəllimə, müəllimlər səs qaydı Bəli, götürürəm. Hamı suala cavab verdikdən sonra səsi bağlasın. Xahiş edirəm, yəni qoy sual cavabdan sonra faydalana bilək. Deyə bilərsiniz, metal emalında neçə dənə metal emalı var və burada ən qədimi hansı sayılır? Deməli 4 emal üsulu var metalın. Döymə, zərb etmə, tökmə, bir də səhv eləmirəmsə hansı Həkk Həkk etmə, etmə, həkk etmə, zərb etmə, Həkk döymə və etmə. tökmə. Ən qədimi də döymə hesab olunurdu. Bəli, düzdür. Bəs İlk dəfə də metal Mesopotamiyada yaranıb. bəli, qədim bədii metal emalının ən qədim ilkin nümunələrinə Mesopotamiyada rast gəlmişdir Pərvanə müəllimə. Bəs bunların xüsusiyyətini də deyin. Zərb etmə necədir? Həkk etmə, döymə, tökmə? Zərb etmə qızdırılaraq metal zərb edilərək, yəni emal olunur. Sonra gəlir döymə də metal döyülərək formaya salınır. Həkk etmə də metalın üzərinə hər hansı bir Rəsmdir, naxışdır, təbəqə yazıdır. qoyulur, naxış qoyulur və üzərinə çəkislə döyücülərək həmin formaya salınır. İti uclu alətlə cızılaraq həkk olunur. Metal emal iti uclu alətlə cızılaraq həkk olunur. Bəs zərb etmədə də relyefli naxış təsvirlər zərb vasitəsilə vurulur. Tökmədə də bilirik ki, bəli, Əridərək formaya salınır, bəli, qəlibə salınır. düzdür. Müəlliməmiz təşəkkür Əridərək edirəm. formaya salınır, bəli. Bəli. Fərqanə müəllimə, qədim Yunan mədəniyyəti ilkin inkişaf mərhələsində hansı dövlətin mədəniyyətinin təsiri altında idi? Misirin. Bəli. Kəmalə müəllimə, qədim Misir zərgərləri ən çox qiymətli yaxud yarım qiymətli hansı təbii daşlardan istifadə edərdi zərgərlikdə? Sumaq daşları idi, səhv etmirəmsə. Yox, Zərgərlikdə. Kəmalə müəllimə, zərgərlikdə ən çox hansı qiymətli yaxud yarım qiymətli daşlardan istifadə edərdilər Misir zərgərləri? Firuzə, yaqut. Firuzə də var. əqiq, Müəllimə, Hədə firuzə, əqiq nəsə. yaqut deyil müəlliməmiz. Yaqut Yunanlılara məxsusdur, amma firuzə bəli. Başqa hansının adını çəkə bilərsiniz? Firuzə əqiq idi, sonra Geçən malaxit bir də lacivert. Bəli, düzdür müəlliməmiz. Xüsusən müəllimlər, burada bir dənə bilirik ki, bu daşların hamısı tanış daşlardır. Bir dənə nəyi yadda saxlayaq? Malaxiti. Malaxiti açar söz kimi Misirdə yadda saxlayın. Buradakı M hərfi ilə Misirin M-sı, malaxitin M-sı. Yəni bu açar söz belə yadda saxlayırız. Bəs növbəti buyursun Lətafət müəllimə. Deyə bilərsiniz Yunan zərgərləri hansı qiymətli daşlardan istifadə edərdi? Yunanlar müəllimə. Yadımdan çıxdı. Buyursun, cavablandırsın zəhmət olmasa Günay müəllimə. Müəllimə, buradan biri var idi Yunanlarda. Yaqut idi, zümrüd də ametistdir. Bəli, Yunanlarda da bir qeyri-adi daş adı var, ametist. Necə ki, Misirdə malaxit, Yunanlarda ametist yadda saxlayırıq. Bəli. İndi Günay müəllimə bir dəqiqə təxminə müəlliməni qeyd edim. Hə. Gültəkin müəllimə, zəhmət olmasa mənə deyə bilərsiniz, qədim Misirdə rənglərin də simvolik mənası vardı. Qara, sonra yaşıl, qırmızı, bu rənglərin mənalarını sadalayın zəhmət olmasa. Müəllimə, qara, deməli yaşıl burada şey idi. Ruzi falan da, belə bollluq, rifah. Papiros rəngi əbədi gənclik simvolu. Bəs qara rəng? Mən başa düşdüm dəqiqə. Qırmızı şey idi, səhra rəngi idi. Bəli. Sonsuzluq. Bəli. Yaşıl papiruz rəngi, əbədi həyat. Deməli qara həyatın bitməsi. Belə bir şey də, ölüm, həyatın bitməsi. Yox, bilirsiniz qara harda həyatın bitməsi idi. Vasili Kandinskidə rəngin mənası var idi. Siz onu yadda saxlamısınız. Qara rəng torpaq rəngi idi, həyat simvolu idi. Yaşıl rəng papiros rəngi, əbədi gənclik simvolu. Qırmızı səhra rəngi və sonsuzluq simvolu idi müəlliməmiz. Qarada çaşdı. Bəli, eybi yox olur hamımızda. Dünya müəllimə, hansı zərgərliyin emal üsulu idi ki, zərgərlikdə nazik dolama simdən düzəldilmiş rəsmə yaxud naxışlara deyilirdi? Şəbəkə müəllimə. Müəllimə, şəbəkə neçə şəkildə olurdu və hansı materialda tellərlə? Şəkildə örülürdü. Bir qızılı və gümüş tellərlə zərgərlik əşyası hazırlayıb üzərini bəzəyirdilər.
Bəli, müəlliməmiz düz vurğuladınız. Sonra Nuranə müəllimə. Sabit dolama simdən rəsmə və yaxud naxışlara olurdu da. Bəli, Buna şəbəkə düzdür müəlliməmiz. Bəli. Nuranə müəllimə, yer səthi necə adlanır? landşaft. Bəs müəlliməmiz, zəhmət olmasa deyə bilərsiniz, bu Memar Sinan harada dəfn olunmuşdur? Məscidin həyətində Süleymaniyyə məscidin həyətində dəfn olunmuşdur. Bəli, o həyətindəki məqbərədə dəfn olunmuşdur. Düzdür. Şəfiqə müəllimə, Misir ehramlarının sələfi hansı tikilidir? Zikkuratlar. Bəs zikkuratın əsas hissəsi və ümumi memarlıq görünüşünü tamamlayan nə idi? Zikkuratları panduslar tamamlayırdı, bir də terraslar. Yox, birinci bunu deyin. Zikkuratın əsas hissələri nə idi? Pandus və pilləkənlər. Əsas hissə bu idi, bəli. Bəs zikkuratın ümumi memarlıq görünüşünü nə tamamlayırdı? O terraslar. Bəli. Deməli, qarışdırmırıq. Əsas hissə pilləkən, pandus, ümumi memarlıq görünüşünü terraslar tamamlayır. Düzdür. Təxminə müəllimə, mənə zəhmət olmasa deyə bilərsiniz, Sadıq bəy Əfşar kimin yanında 8 il ərzində rəngkarlıq sənətinin sirlərinə yiyələnmişdir və bir çox portretlər yaratmışdır. Təxminə müəllimə nə oldu? Hə, təxminə müəllimə yoxdur. İndi isə zəhmət olmasa Pərvanə müəlliməm cavablandırsın bu sualı. Müəllimə Müzəffər Əlinin yanında 8 şagird olmuş. Bəli, düzdür. Bəli. Fərqanə müəllimə, Şah kitabxanasında baş rəssam olan sənətkar, miniatürçü rəssam. Sultan Məhəmməd. Bəli. Sultan Məhəmməd baş rəssam olub. Bəli. Kəmalə müəllimə, Şah kitabxanasının rəisi vəzifəsinə yüksələn sənətkar, miniatürçü rəssam. Sadıq bəy Əfşar. Bəli. Firəngiz müəllimə, Şah kitabxanasına rəhbərlik edən şəxslər. Sultan Məhəmmədlə Behzad. Bəli, Sultan Məhəmməd və Kəmaləddin Behzad. Rəhbərlik sözü varsa Sultan, Kəmaləddin, sonra baş rəssam sözü varsa Sultan Məhəmməd, rəisi vəzifəsinə yüksələnsə Sadıq bəy Əfşar olmuşdur. Şəfiqə müəllimə, bəli. Lətafət müəlliməm Bir deyəcək. də mənim miniatürlərdən Sadıq bəy Əfşarda yeganə bir söz var ki, şair və poeziyaya maraq göstərmişdi. O Bəli, birisilərdə yox idi. düzdür müəlliməniz, bəli. Sonra Lətafət müəlliməm, deyə bilərsiniz, nəm suvaq üzərinə boyalarla çəkilmiş təsvir necə adlanır? Freska. Bəs rəngli saxsı parçaları və xırda daşlardan düzülən təsvir necə adlanır? O mozaikadır. Bəli, müəlliməmiz. Günay müəllimə, zəhmət olmasa deyə bilərsiniz, qədim Yunan rəngkarlığında monumental rəngkarlığın hansı növündən geniş istifadə olunurdu? Mozaika müəllimə. Orada da daha çox işıq kölgə səciyyə xüsusiyyətləri işıq kölgənin olması idi. Bəli, düz vurğuladınız. Bəs Gültəkin müəllimə, deyə bilərsiniz, qrafikanın neçə növü var və hansılardır? Qrafikanın 2 növü var. Deməli, yox, sağdadır. Bəli, düzdür. 2 növü var. Buyurun, deyin hansıdır? Mən uzun müddətli, deməli, çap qrafikası, bir də qravürdə müəllimə, hə? Bir kağız üzərində qrafikanın 2 növü Çap var. qrafika. Bir dəqiqə. Hə, kağız üzərində rəsm və çap qrafikası. Bəs o hansıdır ki, karandaş, kömür, flomaster vasitəsilə müstəvi səthi üzərində bir nüsxədə çəkilir? Mənim adi kağız üzərində olan rəsm. Bəli, rəsmdir. Düzdür müəlliməmiz. Dünya müəllimə. Qravüründə 4 növü var. Bəli, buyurun sayın. Müəllimə, litografiya daş, kislografiya ağac üzərində, ofort metal üzərində, linogravürdəki deməli linoleum üzərində. Bəli, düzdür Gültəkin müəllimə. Dünya müəllimə, bu hansı rəsmin növü idi ki, burada bədii əsərin ideyasını müəyyən edən ilkin rəsm idi? Dünya müəllimə. Müəllimə, eskiz. Bəli, Dünya müəllimə, düz vurğuladınız. Nuranə müəllimə. Əsərin ilkin ideyasını müəyyən edir. Bir də əsərin kompozisiya quruluşu, məkanı, planı, əsas rəng nisbəti orada göstərilir. Bəli, düzdür. Nuranə müəllimə, deyə bilərsiniz, qrafikanın ifadə vasitələri, rəngkarlığın ifadə vasitələri nələrdir?
Rəngkarda ləkə, rəng. Bunlar idi. Qrafikada xətt, ştrix ton idi. Bəli, Nuranə müəllimə, düzdür. Sonra Şəfiqə müəlliməmiz Yatan Əsmər əsərinin müəllifi. Toğrul Nərimanbəyov. Bəli. Təxminə müəllimə yoxdur. Buyursun cavablandırsın Pərvanə müəllimə. Səth üzərində yaradan az qabardılan heykəltaraşlıq növü. Azsa barelyefdir, çox da qorelyefdir. Bəli. 120 yırtıcıydı da. Bəli, 120 yırtıcı bəzəyərdi və şəhərin müdafiə simvolu sayılardı. Sayılırdı, bəli. Burada hansı rənglərdən istifadə olunmuşdu Kəmalə müəllimə? Renklərdən. Rəng göyümtür zümrüdü. Burada göyümtür zümrüd rəngdə şəhəri bəd nəzərdən qorumaq üçün nəzərdə tutulmuşdur. Hündürlüyü də məndə 2 metr idi. Metodik vəsaitdə idi o. Bəli, hündürlüyü də 2 metr, düzdür Şəfiqə müəllimə. Sonra 500-də əjdaha olardı. Sonra indi isə bizim Kəmalə müəlliməmizdən sonra buyursun Firəngiz müəllimə. Deyə bilərsiniz, Lətif Kərimov hansı şairin anadan olmasının minilliyinə həsr etdiyi xalça 1934-cü ildə Parisdə Ümumdünya sərgisində uğurla nümayiş etdirilmişdir. Firəngiz müəllimə yoxdur, Lətafət müəllimə cavablandıracaq. Müəllimə səhv eləmirəmsə Nizami Gəncəvinin əsərlərinə çəkilmiş. Bəli, Nizami Gəncəvinin xəmsəsinə çəkmişdir epizodlar. Amma ki, müəlliməmiz Firdovsinin anadan olmasının minilliyinə həsr etdiyi xalçaydı bu, dediyim. Bəs Lətafət müəllimə şəkildəki əsərin adı və müəllifi? Müəllimə şəkil görmürəm, mən. Şəkil görünmür, bizdə də görünmür. Ekran paylaşmamışam, unutmuşam, bir dəqiqə. Görürsünüz müəllimələr? Bəli, görünür. Bəli, Lətafət müəllimə, əsərin adı müəllifi. Müəllimə səhv eləmirəmsə bu Maral Rəhmanzadənin əsəridir. Hansı əsəridir? Rəqs olmalıdır. Bəli, rəqs əsəridir. Bəli, müəlliməmiz düzdür. Günay müəllimə, heykəlin adı və müəllifi. Başqa müəllimlər səsi bağlasın. İmadəddin Nəsimidir. Deməli, Toka ilə bir yerdə işlədik. İbrahim Zeynalovla Tokay Məmmədov. Bəli, düzdür müəlliməmiz və Tunçdan yaradılmışdır. Gültəkin müəllimə, zəhmət olmasa şəkili baxın. Gültəkin müəllimə, siz deyə bilərsiniz, kapiteli spiralvari formada gövdəsi incə və uzun olur. Novçay ilə bəzədilir. Bu hansı sütundur? İonik. Bəli. Sonra bizim Dünya müəlliməmiz qədim Yunan rəssamlarının ixtiralarından biri nə olmuşdur? Freşka müəllimə. Sütun heykəllər. Sütun. İnsan fiqurlu heykəl sütunlar olmuşdur müəlliməmiz. Karyatidlər, atlantlar. Bəli, bəs qadın fiquru hansı idi, kişi fiquru hansı adlanırdı? Karyatidlər kişilər idi, atlantlar qadın. Bəli, yox müəlliməmiz, yox, səhv dediniz hələ mən Karyatidlər qadın idi, atlantlar kişi, üzr istəyirəm. Bəli, yox, üzrlü düşməniniz olsun, narahat olmayın. İndi Nuranə müəllimə, şəkildə gördüyümüz məbədin bəzədilməsinə aid bir rəsm fraqmentidir və bu deməli hansı saray bəzədilmişdir? Bu Assuriya deyirdim, Mesopotamiya. Assuriya sarayının rəngli divar rəsminin fraqmenti idi Nuranə. Bu var deyə sarımtıl, qırmızı, sarımtıl bu rənglər olmalıdır. Şəfiqə müəllimə, bəs bu təsvir? Bu Misir incəsənətinin divar rəngkarlığına aiddir. Bəli. Pərvanə müəllimə, şəkildə gördüyümüz yəni bir qayaüstü rəsmdir. Adı nədir? Neçənci minilliyə hansı ölkəyə aiddir? Bu müəllimə qədim qayaüstü təsvirlərdir. Şovi mağarasındadır. Təqribən Fransadadır. Əslini deyə bilmirdim. Yadımda qalmır. 36-35-ci minillik. 36-35-ci minilliyə aiddir və dedik Fransada Şovi mağarasındadır. Şovi mağarası. Bəli. Fərqanə müəllimə, bəs bu? Bu müəllimə Altamira mağarasıdır. İspaniyaya aiddir. Bəli, Fərqanə müəllimə. Altamira mağarasıdır, bizon təsviridir. Bəs hansı İspaniyanın üst paleolit dövrünə aid olan bir rəsm, qayaüstü rəsmdir. İndi Kəmalə müəlliməm, zəhmət olmasa mənə deyə bilərsiniz, Kəmalə müəllimə, Qatamelet heykəlinin müəllifi? Bəli.
Qatamelat heykəlinin müəllifi kimdir? Qatamila. Qatamelat heykəli. Qatamelat. Ha, bildim. Bəli. Həmçinin ilk atlı heykəldir dünyada bu əsər. Bunu Tapa istəsəz, bilmədim. bəli, bunu cavablandıracaq zəhmət olmasa Lətafət müəlliməm. Müəllimə Donatella'nındır o Qatamela Bəli. əsəri. Düzdür, Tutandır da bəli, adım. həmçinin ilk adlı əsərdir müəlliməmiz. Düzdür Lətafət müəllimə. Növbəti Günay müəlliməm, gözləyin ekran açılsın. Hə, Günay müəllimə, zəhmət olmasa bir dəqiqə gələnlər təsdiq edim. Ekranda sizə şəkil göstərəcəm. Şəkildəki əsərin adı və müəllifi? Müəllimə, bu Pieta'dır, Michelangelo'nun Vatikanda olandır. Bəli, Pyotr kilsəsindədir. Gültəkin müəllimə, zəhmət olmasa deyə bilərsiniz bu şəkildə verilmiş heykəlin adı nədir və hansı heykəl? Heykəllər qrupudur. Ayı, ilahə belə bir şey idi, nə idi Allah. Bəli, düzdür. Bəli, davam edirik. Yüzürlü sayın söz deyirdim, ona görə buyurun. Hə, davam edirik. Günay müəllimədən sonra indi kimin növbəsi? Gültəkin müəllimə. Buyurun, zəhmət olmasa. Deməli, heykəl hansı incəsənətə? Hara aiddir? Mən demişdim, bu da Mesopotamiyaya aiddir. Bəli, Mesopotamiyaya aiddir. İndi dünya müəllimə, bəs bu hara aiddir? Hansı ölkəyə? Müəllimə bu Misir türküsüdür. Bəli. Qədim Misir Nuranə türküsüdür müəllimə. nədir bilmirəm. Bəli, Nuranə müəllimənin növbəsi. Buyurun, zəhmət olmasa. Bu Romaya aid heykəldir. Bəli. Şəfiqə müəllimə, hansı materialdandır bu gördüyümüz fil? Şəfiqə müəllimə? Yoxdur, yəqin ki, Bu buyursun. ağacdan hazırlanmış, Bəli. ağacdan hazırlanmış statuetkadır. Bəli. Pərvanə müəllimə, bəs bu hansı materialdan hazırlanmışdır? Nasarpurdur bu. Bəli. Fərqanə müəllimə, bəs bu? Tunç müəllimə, səsi Bəli, bağışlayın, Fərqanə Tunç. müəllimə. Səs bağlayın. Kəmalə müəllimə, bəs bu? Gildən müəllimə. Bəli, gildən hazırlanmışdır, düzdür. Bəs Lətafət müəlliməm, deyə bilərsiniz zikratın forması hansı formanı xatırladırdı və hansı şəhərdə yerləşirdi? Müəllimə, Zikrat Ur şəhərində yerləşir. Onun forması düzbucaqlı formadır. Bəli, düzdür. Günay müəllimə, şəkildəki məscidin adı və harada yerləşir? Müəllimə, bu Ədirnədə olan Səlimiyyə məscididir, səhv Düzdür, eləmirəmsə. Günay müəllimə. Gültəkin müəllimə, bu şəkildə gördüyümüz bəzək deməli, buyurun. Bu müəllimə, Palametta, mən Afina Akropolunda. Bəli, Afina Akropolunu bəzəyən Nəbati element müəllimə. mərmər palmettadır müəlliməmiz. Mərmərdən Afina Akropolunu bəzəyən mərmər palmettadır. Bunu kimdən soruşdum? Gültəkin. Bəli, Gültəkin müəllimə. Dünya müəllimə, zəhmət olmasa siz bunu deyin. Müəllimə, bu ay pəncəsi yarpağıdır da Romada. Bəli, düzdür. Qədim Roma kapitalında ay pəncəsi yarpağıdır. Bəli, qədim Roma kapitalında ay pəncəsi yarpağı. Bəli. Nuranə müəllimə, bəs bu? Bu Bizans aiddir, həyat ağacı. Bəli. Şəfiqə müəllimə, bəs bu? Bu Müqəddəs Pyotr kilsəsində roza. Bəli. Pərvanə müəllimə, bəs bu? Bu mozaikadır müəllimə. Səhv eləmirəmsə Bizanslara aiddir. Bəli. Aslan təsvirləri. Düzdür, Bizanslara aiddir. Fərqanə müəllimə, bəs bu? Bəli, o Grifondur müəllimə. Grifon ümumi necə idi, onun tərifini də bir deyin. Grifon qartal başlı, Aslan at bədənlidir. Ay, sağ olun, aslan bədənli. Bizans Aslan bədənli. relyefidir bu da müəllimə. Qanadlı əjdaha. Daşdan Bizans relyefidir. Bəli, düzdür. Kəmalə müəllimə, bəs bu? Kentavrdır müəllimə bu. Başı Kentavrın- elə bir insan başıdır, bədəni at bədəni. Bəli, Yunan mitologiyasında insan başlı at obrazında təsvir olunmuş kentavr. əfsanəvi məxluq idi. Bəs Lətafət müəlliməm,
Zəhmət olmasa deyə bilərsiniz bu deməli nədir? Müəllimə, bu günəş rəmzidir. Bu Bizanslılara aiddir. Bəli, Mozaikadır. bəli, Bizans mozaikasıdır. Günay müəlliməm, bəs bu? Müəllimə, bu da meandırdır. Düzdür. Gültəkin müəllimə, bəs bu? Mən mirvari. Bəli. Dünya müəllimə, bəs bu? Hansı ornamentdir? Müəllimə, bu islimidir da, qanadlı islimi. Yox, müəllimə diqqətlə baxın. Başa baxın müəlliməmiz. Görürsünüz 2 dənə qartal başı var. Dedik ki, budaqların ucunda bir dəqiqə çox xahiş edirəm. Budaqların ucunda yerləşən insan və heyvan başlarının stilizə edilmiş fantastik təsviri bu hansı idi? Vağ-vağı. Bəli, bu da vağ-vağıdır. Düzdür, Bu təşəkkür. 2 dənə başı olan vağ-vağı olur Bəli, məncə. düzdür, bəli. Nuranə müəllimə, bəs bu? Bu qanadlı islim olma. Yox, xətai. Xətai, bəli. Şəfiqə müəllimə bu? Bu qanadlı islimi. Bəli. Pərvanə müəlliməm bu? Pərvanə müəlliməm, buradasınız? Bu islimidir. Müəllimə, qonağıma Bəli. üzrlük sayın. Bəli, Yazdı narahat orada, olmayın. yazdı burada. Sadə Bu islimidir. islimidir. Bəli, sadə Sadə islimidir. islimi, Bəli. Bəli. Bəs Fərqanə müəlliməm, deyə bilərsiniz zəhmət olmasa. Deməli, bir şəxs və ya bir qrup insanın oxşarlığını, zahiri və xarakteri xüsusiyyətlərinin təsviri necə adlanır? Bir şəxs və bir neçə Bir zahiri kameral təsvirdir da. Portret kimi deyirsiniz. Portretdir. Portret hansı sözdən hə. götürülmüşdür, mənası nə deməkdir Fərqanə müəllimə? Necə müəllimə? Üzr istəyirəm. Yox, narahat olmayın. Portret hansı sözdən götürülmüşdür və mənası nə deməkdir? Söz tam belə yadımda deyil. İnsanın daxili aləminin Fransız əks sözüdür. olunmasıdır da, cizgilərinin Fransız fayda sözüdür. olunması. Portray sözündən götürülmüşdür. Cizgiləri dəqiq təsvir etmək deməkdir. Yəni dəqiq Cizgilərin dəqiq cizgilər təsviri, deməkdir. Bir şəxs və bir qrup insanın oxşarlığını, zahiri və xarakterli xüsusiyyətlərinin təsviridir portret. Təşəkkür edirəm. İndi Kəmalə müəlliməm, deyə bilərsiniz, o hansı qabrənkarlığı idi ki, vazalar üzərində əsas motivlər insan fiqurları, ziyafət, döyüş və əfsanəvi səhnələrdir? Qara fiqurlu. Bəli, Kəmalə müəllimə Qara fiqurlu düzdür. qabrənkar. Bəli, Lətafət müəlliməm, deyə bilərsiniz, ən nəfis və mükəmməl üslub qabrənkarlığında hansı üslub sayılırdı? Fiqurlu. Hansı müəlliməmiz? Qırmızı fiqurlu Bəli, müəllimə. Lətafət müəllimə düzdür. Günay müəlliməm, zəhmət olmasa deyə bilərsiniz, qədim Egey dənizində, Rodos adasında, yəni liman şəhərində heykəltaraşlığın ən parlaq nümunələrinin hansı ucalırdı? Rodos nəhəngi. Bəs bu nəhəng neçə il adada mövcud olduqdan sonra 65 il mövcud olub, sonra zəlzələ nəticəsində dağılıbdır. və 36 metr hündürlüyündə olub. 30 və dünyanın 7 möcüzəsindən də biri sayılırdı. Bəs hansı materialdaydı müəlliməmiz? Misdən. Misdən də tökülmüşdür, düzdür Günay müəllimə. Gültəkin müəllimə, zəhmət olmasa Gültəkin müəllimə mənə deyəcək ki, deməli 1190-cı ildə Səna çayı sahilində Kral 2. Filip Avqustun qərarına əsasən hansı qəsr ucaldıldı? Dorse. Yox, Səna Louvre. çayının sol sahili 1190 Louvre muzeyi müəlliməmiz, bəli. Gültəkin müəllimə, Müəllimələr fikirləşməyə ola bilir, dərhal cavab verirlər. müəllimlər heç kim xahiş edirəm başqasına cavab verməsin, xahiş edirəm. Bəli, dedi ki, Louvre muzeyi bəs 1804-cü ildə kimə məxsus idi Gültəkin müəllimə? İndi deyəcək Kral Avqust. Yox, Napoleona. Əgər 1804-cü ildə Napoleona məxsus idi. Və bu muzeyin incisi hansı əsər idi Gültəkin müəllimə? Mənim Leonardo da Vinci çoxlandı. Bəli. Növbəti müəlliməmiz Dünya müəllimə. Bir dəqiqə Dünya müəlliməmiz. Şəkildə gördüyümüz, deməli, gil lövhəciklər üzərində yazılmış yazılardır. Müəlliməmiz hansı muzeydə saxlanılır? Louvre'da. Yox, müəlliməmiz hansı muzey, hansı ölkədə saxlanılırdı? O Homer sənətkarlığına məxsusdur, amma gil lövhələr, amma bilmədim harda saxlanılır. Bilən desin. Bunu Nuranə müəlliməm cavablandıracaq.
Müəllimə, üzr istəyirəm, bir də deyin zəhmət olmasa. Şəkildə Bəlkə o Almaniyada saxlanır. Müəllimə, Almaniyada Mix yazılardı da, yəni Bəli. Berlində olmalıdır. Dünya müəllimə düz dediniz. Almaniyada. Bəli, deməli, Berlin Dövlət Muzeyində saxlanılır Almaniyada. Təşəkkür edirəm. Nuranə müəllimə, zəhmət olmasa deyə bilər şəkildəki qabın adı nədir? Bu İnananın qabıdır. Bəli. Bəs Şəfiqə müəllimə, bu qab hansı incəsənətə aid edilir? Bu Misir incəsənətinə aiddir. Bəli, Şəfiqə müəllimə. Növbəti. Bəli. Pərvanə müəllimə, deyə bilərsiniz zəhmət olmasa. Bu şummerlərdə hansı rənglər, saxsı qabların üzərinə hansı rənglərlə naxışlar çəkilərdi? Şumerdə qara, qırmızı, qəhvəyi və açıq tonlardan istifadə olunurdu. Qara, Səhv etmirəm. qırmızı, bəli, qəhvəyi və bənövşəyi rənglərlə çəkilərdi. Bəli. Bənövşəyi rəngdən istifadə olunurdu, bəli. Bəli, Pərvanə müəllimə. Fərqanə müəllimə, Naxçıvanda abidə əsərinin müəllifi. Bəhruz Kəngərli. Bəli. Sonra Kəmalə müəlliməmiz, deyə bilərsiniz, rəngkarlığın əsasını nə təşkil edir? Rəngkarlığın əsasını nə təşkil edir? Bəli. Rəngkarlığın əsasını boyalar da müəllimə. Yox müəllimə, rəng münasibətləri təşkil edir ümumiyyətlə. Rəngkarlığın əsasını... Rəng idi, bir ləkə idi də, səhv etmirəm. Rəng, yox, rəng münasibətləri. Rəngkarlığın əsasını rəng münasibətləri təşkil edirdi. Bəs Lətafət müəllimə, deyə bilərsiniz, mahir kolorit ustası, kontrast rənglərlə işləmək bacarığı, kontrast çalarları uyğunlaşdırmaq məharəti kimin yaradıcılığının səciyyəvi cəhəti idi? Səmədovanın. Bəli, Vəcihə Səmədova düzdür. Sonra buyursun Günay müəllimə. Deyə bilərsiniz, Azərbaycan kitab miniatürü klassik şərq poeziyasının təsiri altında neçənci əsrlərdə inkişaf etmişdir? 6-cı əsr, 32-ci əsrdir. Müəllimə bizi xeyir, heç biri deyil. 13 deyildi müəllimə. Buyursun, kim cavablandırır? Azərbaycan Müəllimə 13 deyildi. Müəllimə 13-17 deyildi. 13 və 17-ci əsrlərdə idi Günay müəllimə. Müəllimələrimiz düz dedi. Gültəkin müəllimə. Deyə bilərsiniz, Azərbaycan miniatürlarına xas xüsusiyyətlər hansılardır? Girən gəl. Gültəkin müəllimə. Deyə bilərsiniz, Azərbaycan miniatürlarına xas xüsusiyyətlər hansılardır? Gültəkin müəllimə yoxdur. Deyə bilərəm. Bəli, Dünya müəllimə cavablandırsın. Müəllimə, Azərbaycanda bu miniatür soruşursunuz da, miniatür klassik şərq poeziyasının təsiri altında yaranıb da. Xeyr müəllimə, mən onu demirəm. Deyirəm ki, Azərbaycan miniatürlərinin əsas xüsusiyyətləri nələrdir? Zəngin və incə ritmik naxışlar, dekorativ kompozisiya budur. Bəli, nəfis rəng çalarları düzdür. Heyrətamizlik, bu Azərbaycan miniatürünün əsas xüsusiyyətidir. Nəfis rəng çalarları, heyrətamiz. Zəngin Telefonu dolmuşdu, aça bilmirdim. Eşidirdim. Bəli, təşəkkür edirəm. Gültəkin müəllimə. Deyə bilərsiniz, o hansı sənətkardır ki, deməli, Andrea Del Verrocchio'nun emalatxanasında təhsil almış, Milan hakimi Ludoviki Moronun sarayında da hərbi mühəndis, hidrotexnik və saray şənlikçilərinin təşkilatçısı vəzifəsini yürütür. Leonardo. Bəli, Leonardo da Vinci. Nuranə müəllimə. Nuranə müəllimə, deyə bilərsiniz, çap qrafikasına aiddir. Müxtəlif üsullarla rəsm çəkilmiş lövhədən çap etməklə eyni keyfiyyətli çoxlu nüsxə alınır. Qravür. Bəli, qravür. Şəfiqə müəllimə. Elmi tədqiqat xarakterli rəsmdir. Mexanizmlər, əşya cihazların detal və hissələri. Bəli, düzdür. Pərvanə müəllimə. Zəhmət olmasa deyə bilərsiniz. Deməli, Pərvanə müəllimə, bu memarlığın ifadə vasitələri nələrdir? Faktura, məkan, bir də ki, nə idi üçüncü sayılan? Forma, məkan, Həcm idi. faktura, bir də ritim. Forma, məkan. Bəli. Görəndə tapıram, belə. Bəli, düzdür. Fərqanə müəllimə, Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyinin lociyasındakı gips bəzəklərin müəllifi kimdir? Fərqanə müəllimə. Gips Lətif Kərimov. Bəs müəllimə, Ornamentləri soruşursunuz da, ornamentlər Lətifindir. bəli, Lətif Kərimovun, bəs hansı heykəltaraşın ilk monumental əsəri də burada ucalmaqdadır? Fuadın. Hansı əsəri idi?
bir dəqiqə Füzuli səhv eləmirəmsə. Bəli, Məhəmməd Füzuli əsəri idi. Fuad Əbdürrəhmanovun Füzuli. əsəri. Bəli, düzdür müəlliməmiz. Bəli. İndi isə Kəmalə müəllimə, zəhmət olmasa deyə bilərsiniz, o hansı rəsmin növüdür ki, burada qazanılmış bilik və bacarıqlar əsasında yaranır? Yaradıcı. Bəli, yaradıcı rəsmdə düzdür. Bəli. Lətafət müəllimə, Simurqun körpə zalı qaftağını aparması miniatürünün müəllifi. Müəllimə, bu bir dəqiqə deyəcəm. Sadıq bəy Əfşardır. Simurqun, Sadıq bəy. bəli, Sadıq bəy Əfşardır, düzdür müəlliməmiz. Günay müəllimə, neçənci əsrdən başlayaraq miniatür üslublu rəsmlər bütöv bir səhifəni əhatə edən illüstrasiya, yəni sərbəst sənət əsərinə çevrildi? Müəllimə, ya 13-dür, ya 18. Bu əsərləri həmişə də mənə verirsiniz. Bəli, Ya müəllimə. 13-dür, ya 18-dir. Əgər burada bütöv bir səhifəni əhatə edən illüstrasiyadan sərbəst sənət əsərinə söhbət gedirsə, 13-cü əsrdən başlamışdır Günay müəllimə. Gültəkin müəllimə, deyə bilərsiniz, bu freska sözünün mənası nə deməkdir və freskanın yarandığı dövrdə hansı anlayışlar hələ mövcud deyildi? Həm təravətli, həm təravətli deməkdir mənası. Deməli, kətanla şey olmuyor da, kətan anlayışı olmuyor. Tablo və kətan anlayışı da yox idi. Anlayışı olmuyor. Bəli, Gültəkin müəllimə. Dünya müəllimə, hansı qabrəngkarlıq idi ki, bu ən qədim üslub sayılırdı? Müəllimə, həndəsi üslub. Bəli. Bəs Dünya müəllimə, deyə bilərsiniz, Orta Yunanistanın cənub-şərqində vilayət necə adlanır? Astoriya. Astoriya. Attika adlanır Dünya müəllimə. Bəli. Attika. Qablar da onun adı ilə bağlı idi müəllimə. Düzdür. Nuranə müəllimə, hansı qabrəngkarlığında qabın boğazı və altlığı həndəsi həmçinin nəbati ornamentlərlə bəzədilərdi? İlk dəfə ağ rəngdən qadın təsvirlərində bədənin rəngini vurğulamaq üçün istifadə edilirdi. Qara figurlu. Bəli, qara figurlu. Bəli. Axşamınız xeyir müəllimə, necəsiniz? Axşamınız xeyir. Təşəkkür edirəm müəlliməm. Siz Nurlan müəllimə, siz necəsiz? Sağ olun, yaxşı. Müəllimə, mən indi qoşuldum. Bu bizim qrupla olan hazırlıqdır, yoxsa başqa qrupdur bu? Yox, digər qrupdur. İstəsə sizi qeyd edə bilərəm. Bəli, qeyd edərsiniz zəhmət olmasa. Bəli. Sonuncu sualı kimə ünvanladım? Nurani müəllimə. Bəli, Şəfiqə müəllimə. Deyə bilərsiniz zəhmət olmasa, bu yaraq əsləhələrin üzəri hansı təsvirlə bəzədilərdi? Meduza, qarqona, bir də əjdaha təsvirlər, fantastik təsvirlər. Bəli, qanadlı meduza, qarqona və qanadlı qrifon təsvirləri olardı. Düzdür. Nurlana müəllimə, deyə bilərsiniz, Şumer mədəniyyətinin ən böyük nailiyyətlərindən biri nə olmuşdur? Saxsı qablar istehsalı müəllimə. Saxsı qabların üzərinin rənglərlə bəzədilməsi ilə sənətkarlığın əsası qoyulmuşdur. Amma ki, ən böyük nailiyyətlərindən biri mixi yazılar olmuşdur. Bəli, mixi yazılar. Pərvanə müəllimə, deyə bilərsiniz, hansı ölkəyə məxsus sonraki divar rəngkarlığında mənzərə və ornament təsvirləri divarların özünə məxsus bəzəyinə çevrildi? O Misir idi. Mən Misir Mesopotamiya qarşısırmışam. Romada mənzərə və ornament təsvirləri divarların özünə məxsus bəzəyinə çevrilmişdir. Fərqanə müəllimə, hansı sənətkardır ki, bu Timothy Witti sonra da Pericino'ya məxsus emalatxanada rəssamlıq sənətini öyrənmişdir, arxeoloji qazıntılara rəhbərlik etmişdir, mimarlıqla məşğul olmuşdur? Fərqanə müəllimə? Arxeoloji qazıntılar. Eşitdim, evet. Bəli. Timothy Wittinin sarayında, deməli, Pericino'ya məxsus emalatxanada sənətin sirlərinə yiyələnmişdir. Rafael Santidir, müəllimə. Bəli, Rafael Santi. O deyəsən mimar da olmuşdu. Kəmalə müəllimə, Hacı Zeynalabdin Tağıyev portretinin müəllifi. Portretin müəllifi Brodski olmalıdır, səhv etmirəmsə soyadı. Bəli, İshak Brodskidir müəllimə, düzdür. Bəli, Lətafət müəlliməmiz. Göy-göl əsərinin müəllifi. Vəcihə Səmədova. Bəli, müəllimə. Günay müəllimə, zəhmət olmasa deyə bilərsiniz, Kolizeyin forması hansı görkəmi xatırladırdı? Dairəvi görkəmdə idi də müəllimə. Oval formadaydı müəlliməmiz, bəli.
Günah müəllimədən sonra buyursun Gültəkin müəllimə. Deyə bilərsiniz, məkanda sərbəst yerləşdirilir və hər tərəfdən müşahidə olunur. Hansı heykəl növüdür? Monumental müəllimə. Dəyirmi heykəldir, xüsusən də. Bəli, heykəlin növlərindən dəyirmi heykəldir. Dünya müəllimə. Mənə Sadiq bəy Əfşar tərəfindən yaradılan portretlərin adlarını sadalayın. Sadiq bəy Əfşar tərəfindən. Biri Simurğun Körfəz dağına aparması O odur. miniatürdir. Bəli, o miniatürüdür. Başqa portretlərin adlarını hansını saya bilərsiniz? Müəllimə, o Hacı o tərəfdə var idi. Hacı Zeynalabdin zadı. Onların yanındaydı. Saya bilərəm müəllimə. Buyurun sayın Şəfiqə müəllimə. Əmir, səyahət edən dərviş, sonra başqa hansılardı? Teymur var idi deyəsən. Əmir, səyahət Teymur edən xan dərviş. Teymur xan Türkmən. Bəli, İmamqulu xan kimi. Və bəs bunlar hansı muzeydə saxlanılırdı? Deyəsən Türkiyədə idi onlar. Müəlliməmiz İstanbulda, Parisdə, Boston və Sankt-Peterburq muzeylərində saxlanılırdı. Bəli. Müəllimə 9-cu sinfi təkrar edəcəksiniz bu gün yoxsa? Yox, müəlliməmiz istədi ki, müəllimlər istədi ki, 6-cı sinfi edək. İndi inşallah 2-ci gün 9-cu sinifdən edəcəyik. Bəli, oldu. Çox sağ olun. Bəli, təşəkkür edirəm. Dünya müəllimə, bir dənə də sual verin, bilmədiniz. Hansı rəssamı riyaziyyat elminin cənnəti adlandırırdılar? Leonardo da Vinci-ni. Bəli. Nuranə müəllimə, qanadların sınaqdan keçirilməsi üçün qurğudur. Deməli, cüt qanadlıdır və şaquli vəziyyətdə idarə olunur. İynəciyin qanadı. Bəli. Şəfiqə müəllimə, təsvir sənətdə qrafikanın dili nə sayılır? Xət. Xətti xüsusiyyətinə görə nə cür xətlərimiz var? Xətti qırıq xət var, dalğalı, sınıq. Ondan sonra punktir xətti var. Bəli, əslində ciddi də olur, sərbəst də qıvraqdır, amma ki ümumiyyətlə metodik vəsaitdə biz keçdik. Dedik ki, düz xətt, spiralvari xətt, 2 dənə dalğalı xəttimiz var idi, punkir xəttimiz var idi, bir də ki sınıq ziqzaq. Bəs sakit xətt hansı təəssüratı yaradırdı müəllimə? Üzr istəyirəm, düz xətt, sakit xətt. Düz xətt sakitlik təəssüratı yaradırdı. Bəs qırıq bir spiralvari xəttin təəssüratı nə idi? O şən idi, əyləncəli şən. Sevincli şən, bəli, düzdür. Bəs sınıq ziqzaq xəttin yaratdığı təəssürat? O qəzəbli dişli xətt idi. Bəli. Bəs punkir xəttin yaratdığı təəssürat? Punkir xəstə xətt idi deyəsən. Bəli, 2 dənə dalğalı xətt var idi. Biri su dalğası kimi, biri yarım dairəvi. Onların Biri hiləcəli idi, su dalğası olan. Biri də tullanan xətt idi, hündür olan. Bəli, Şəfiqə müəllimə, düzdür. Sonra Nurlana müəllimə, təsvir qaydalarının öyrənilməsi üçün rəsmdir. Adətən oxşar olur. Hansı rəsm növünə aiddir? Tədris rəsmi müəllimə. Bəli. Nurlana müəllimədən sonra Pərvanə müəlliməmiz, zəhmət olmasa deyə bilərsiniz, hansı rəsm növündə əsas məqsəd bədii obrazın yaradılmasıdır? Yaradıcı rəsmdir müəllimə. Bəli. Fərqanə müəlliməmiz, hansı qab rəngkarlığı idi ki, qabların fonu əvvəlcə qara rəngə boyayırdılar, sonra vazalar üzərində xüsusi qırmızı boya vasitəsilə gündəlik həyatdan bəhs edən təsvirlər, yəni əfsanəvi sujetlər, qadın obrazları, duruşçuluq emalatxanasının daxili quruluş əksi olunurdu. Qırmızı fiqurlu müəllimə. Bəli, Fərqanə müəllimə. Kəmalə müəllimə, Mavi fonda natürmort əsərinin müəllifi. Böyükağa Mirzəzadə. Bəli. Lətafət müəlliməmiz, deyə bilərsiniz, zəhmət olmasa, Rafael Sant neçə il ömür yaşamışdır və sənətə gətirdiyi yenilik nə olmuşdur? Mən səhv eləmirəmsə 35 il yaşayıb. 37 il yaşamışdır. Bəs hansı yenilik gətirmişdir? Rafael Sant, Madonna, Madonna sənətkar idi. Sənətə gətirdiyi yenilik, ülvi gözəllik, ideal və xeyirxah insan obrazı idi Lətafət müəlliməmiz. Bəli. Günay müəllimə. Liviya səhrasında vahə necə adlanır? Liviya sahəsində vahə. Ay Allah, yadımdaydı. Baş hərfi neydi müəllimə? Fəyyum. Birini də verim, narahat olmayın. Deyə bilərsiniz, Madonna Beno əsərinin müəllifi? Leonardo da Vinci. Bəli, Leonardo da Vinci'dir. Deməli, bu Madonna
Rafael Santin'in əsərlərində də məsələn metodik vəsaitdə də var idi ki, Madonna qayalıqlar arasında, Madonna Benua belə. Amma bunu Rafael Santi'də də Madonna adlı əsərlər var idi. Bunu necə yadda saxlayıram, həmişə də deyirəm. Deməli, Əgər ikinci gəlirsə Madonna birinci gəlirsə Leonardo'dur, ikinci sözdə ikinci yerdə gəlirsə Rafael Santi. Bəli, düz vurguladınız. Deməli, birinci gələndə Leonardo da Vinci, ikinci gələndə Madonna sözü Rafael Santi'dir müəlliməmiz, düzdür. Hə, Gültəkin müəllimə, deyə bilərsiniz, Lətif Kərimovun təşəbbüsü ilə neçənci ildə Bakıda ilk dəfə xalça muzeyi yaradıldı? 1972. Bəli. Dünya müəllimə, hansı sənətkar idi ki, boz daşlardan tikilmiş memarlıq əsərləri həndəsi formalarında məntiqi uyğunluq, xaricdən əzəmət, daxildənsə zənginlik və rəngarənglik aşılayan məscidlər yaradırdı? Bu sənətkar kim idi? Memar Əcəmi. Xeyr, Məscid müəllimə. boz daşlardan, açar sözümüz boz daşdır. Bu kimdir? Müəllimə deyim mən, müəllimə bilməsə. Bir dəqiqə, öz icazə versə deyim. Memar Sinan müəllimə. Bəli, Memar Sinan, düzdür müəlliməmiz. Nuranə müəllimə, baş, əl, ayaqlar istisna olmaqla insan bədəninin təsviri necə adlanır? Tors. Bəli. Şəfiqə müəllimə, ilk kitab illüstrasiyaların harada yarandığı güman edilir? Misirdə. Bəli. Nurlana müəllimə, deyə bilərsiniz, rəngkarlıqda bədii emosional qüvvəni nə müəyyənləşdirir? Kolorit müəllimə. Bəli. Pərvanə müəllimə, yandan görünüş, qarşıdan görünüş bunlar necə adlanır? Profil anfas. Öndən görünüş anfasdır, böyürdən görünüş yandansa profildir. Bəli, müəlliməmiz düzdür. Pərvanə müəllimədən sonra buyursun Fərqanə müəllimə. Cilalı miniatürün vətəni haradır və neçənci minillik? Misirdir müəllimə, 2-ci minillik Misir. Cilalı miniatürü soruşuram müəlliməmiz. Kitab illüstrasiyaları Misirdə yaranmışdır. Bəli. Hə, Çindir, səhv qaldım. Çindir. Çində neçənci minillikdə? 2-dir də müəllimə. Bəli, ikinci minillik. Kəmalə müəllimə. Aktrisa Leyla Bədirbəylinin portretini yaradan sənətkar. Vəcihə Səmədovadır müəllimə. Bəli. Lətafət müəllimə. Kəndin köhnə hissəsi miniatürünü yaradan sənətkar. Müəllimə, Öyyağa Mirzəzadə deyir ki. Yox, Lətif Feyzullayev. Lətif Feyzullayevin müəllimə ikinci sinifdə bir əsər var idi. Onun adını deyin, zəhmət olmasa. Yaydı, yay. Ay, sağ olun, yay əsəri idi. Lətafət müəlliməmiz. Günay müəllimə. Zolaq daxilində mərhələlərlə təkrarlanan ornamentin bir növüdür. Bu necə adlanır? Haşiyə. Bəli. Gültəkin müəllimə. Əyri zolaq və xətlər şəklində ornament, bəzək, naxış. Meandr. Bəli. Dünya müəllimə. Dünya müəlliməmiz, zəhmət olmasa deyə bilərsiniz, qədim Misir memarlığında, Misir incəsənətində bilirik ki, kolorit simbolik məna daşıyırdı. Rənglərin yaşıl, mavi, qızılı, qara, bu rənglərin simbolik mənası nə idi? Müəllimə, qədim Misir rəngkarlığında, eləmi? Bəli, Misirdə rənglərin Müəllimə, mənası. onun relyef təsvirlərində olurdu da. Buranı demirsiniz, əl və ayaqlar profildən olan, gövdən yuxarı. Yox, müəlliməmiz, məbədlərin bəzədilməsi falan olsa, bəli, amma ümumi olaraq deməli burada bilirsiniz nə deyirəm, sütunlardakı o rənglər var idi. Xüsusən mavi rəng tanrının simvol edirdi, qızılı ölməzliyi, qara dirçəliş və əbədi həyat rəngi idi, yaşıl rəng həyat rəngi sayılırdı dünya müəllimə. Ha, o karyatidlər, atlantlar olan yerdə müəllimə. Xeyr müəlliməmiz. Orada idi. Xeyr müəlliməmiz. O sütunlara aid olan dərsimizdə idi bu. Nuranə müəllimə. Zəhmət olmasa Nuranə müəlliməmiz, deyə bilərsiniz, hansı ölkənin naxışları arasında həndəsi, nəbati, ağac, sonra üzüm salxımlı budaqlar, quş qaçan heyvan təsvirlərinə tez-tez rast gəlmək olurdu? Misir. Bəli. Şəfiqə müəllimə, qədim Mesopotamiya sakinləri nazik ağac çöpü ilə yumşaq gil üzərində cızılan yazılar necə adlanırdı? Yazılar deyil. Bəli, Şəfiqə müəllimə, düzdür. Nurlana müəllimə, döyülmüş hamar gümüş səth üzərində cızma üsulu ilə rəsm çəkilir, sonra xüsusi məhlulla örtülürdü, qara məhlulla. Bu hansı zərgərliyin emalı üsulu idi? Qara savad müəllimə. Bəli, Nurlana müəllimə, bu da qara savaddır. Pərvanə müəlliməmiz,
deyə bilərsiniz, şərq memarlığının incisi sayılan hansı məscid İstanbul şəhərində 7 təpədən birinin üzərində inşa olunmuşdur? Süleymaniye. Bəli. Fərqanə müəllimə. Vəhdət təşkil edir, 2 və daha artıq fiqurdan ibarətdir. Hansı heykəltaraşlıq deyən növünə aiddir? Heykəllər qrupu 2 və daha artıq. Bəli. Kəmalə müəllimə. Hansı rəngin emosional yəni qavranılmasında sakitlik, harmoniya, əmin-amallıq əks olunurdu? Mavi renkdə müəllimə. Bəli, Kəmalə müəllimə düzdür. Lətafət müəllimə. Həssas mənəviyyat hərəkət hansındaydı? Həssas mənəviyyat hərəkət. Bir dəqiqə müəllimə. Həssas bənövşəyi rəng deyildi ki müəllimə. Bəli, düzdür. Bənövşəyi rəngi idi. Lətafət müəllimə. Günay müəllimə. Cəlbedici, sağlam, enerjili, hələ köhnə nəşrlərdə də deyir dadılı da. Bu hansı rəng? Narıncı. Narıncı. Gültəkin müəllimə. Cəsarətli, sərin, geniş, dərin hansı rəngin qavranılması idi? Göy müəllimə. Bəli. Dünya müəllimə. Günəşli, parlaq, şövqedici, şən, isti bu hansı? Sarı müəllimə. Sarı, Bəli, sarı. Nuranə müəllimə. Dinamik, üsyankar, həyəcanlı bayram sayağı. Qırmızı. Bəli. Şəfiqə müəllimə. Deyə bilərsiniz, zəhmət olmasa, ağ, boz, qara rənglər, deməli bu necə rənglər adlanır? Axromatik rənglər, rəng dairəsində iştirak etməyən rənglər. Bəli, bəs xromatik rənglər nədir? Xromatik rənglər isə rəng dairəsində iştirak edən əsas rəng və onların çalarlarıdır. Bəli, düzdür. Nurlana müəllimə. Deyə bilərsiniz, Sadıq bəy Əfşarın yaradıcılığını neçənci əsrləri əhatə edir? 16-17-ci əsr müəllimə. Bəli, bəs Sultan Məhəmmədin yaradıcılığını neçənci əsrləri əhatə edir? 16-cı əsrin 20-30-cu illər müəllimə. Müəlliməmiz, yaradıcılıq dövrü bəli, bu elədir. Amma ki, yaşadığı əsrlər 15-16-cı əsrdə Sultan Məhəmməd yaşamışdır. 16-17-də Sadıq bəy Əfşar, bəs Müzəffərəli neçənci əsrdə yaşayıb yaradan sənətkardır? O 16-cı əsrdir müəllimə. 16-cı əsrdə düzdür Nurlana müəllimə. Pərvanə müəllimə, deyə bilərsiniz, cilalı miniatür Avropada neçənci əsrlərdə məşhurlaşdı, sonradan hansı ölkələrdə, hansı ölkələrdə? Bəli. Bəli. Deməli, cilalı miniatür əvvəlcə Çində yaranıb, 2-ci minillikdə miladdan əvvəl, Avropada 15-ci əsrdə, sonra isə deməli Almaniyada, Fransada səhv eləmirəmsə yayılmağa başlayıb. Bir də ki, səhv eləmirəmsə İngiltərədə 17-ci, 18-ci əsrləri əhatə eləyirdi. Bəli, müəllimə düz vurğuladınız, bəli. Müəllimlər, indi isə gecəniz xeyrə qalsın. Dərsimiz